Bakıda yerləşən qəbristanlıqlardan birinə itlər nəzarət edir. İtlərin qorxusundan insanlar əraziyə girib yaxınlarının məzarını ziyarət edə bilmir. Söhbət Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri 89 ünvanında yerləşən qəbristanlıqdan gedir. Bu qəbristanlığa öz yaxınlarını, doğmalarını ziyarətə gələn insanlar mütəmadi olaraq küçə itlərinin hücumuna məruz qalırlar. Səbəbi isə burada ondan artıq sahibsiz küçə itinin bu qəbristanlıqda məskunlaşmasıdır. Hətta bir neçə dəfə sahibsiz küçə itləri buradakı insanlara hücum edərək onları ağır yaralayıblar. Buradan keçmək olmur da. Qarşı-qarşıya gəlsə mütləq tutacaq kimsə. Qəbristanlıqda yatırlar onlar. Elə yerləri orada. Mən atamla və bacımla bərabər babamın qəbristanlığına gəlirəm. İtlərin qorxusundan babamın qəbrinə yaxın gedə bilmirik. Sabunçu rayonu Bakıxanov qəsəbə qəbristanlığında küçə itləri qəbristanlığa ziyarətə gələn insanlara hücum edir. Artıq bir neçə nəfər itlərin hücumu nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir 10-15 dənə olar, amma orada içində bir dənə qırmızı it var. O adama cumur. Paytaxt sakini Aydın Məmmədov da bu qəbristanlıqda küçə itlərinin hücumuna məruz qalanlardandır. İt burada hücum çəkir, heç qapıdan keçmək olmur, sizə deyim. İt hücum çəkir. Bu yaxınlarda qızımın üstünə hücum çəkmişdi. Son məqam, yəni özümüzü qoruduq. Yəni itdən özümüzü qoruya bildik ki, it son parçalamasın. Bir neçə nəfəri burada yaxınlıqda olan məzarını ziyarət edən bir sakin vardı, onun əlini dişləmişdi. Təcili tibb yardımı çatdırdıq. Qəbristanlıqda bunlar gizlənir. Adam da gedəndə görə bilmir ki, bu hardadır, özünü necə müdafiə eləsin. İnsanlar gəlir ziyarətə, məzarlığa. İtlər hücum çəkir. Bilmirsən, insan özünü qorusun, övladını qorusun, yoxsa ziyarətə gəlsin. Burada su tökməyə getmişdim. Babamın qəbrinə ziyarətə gəlmişdim. İt mənə hücum etdi. Atam xilas elədi, yoxsa it məni parçalayacaq. Digər ziyarətçilər də qəbristanlıqda yatan itlərin yaratdığı təhlükədən narahatdılar. Hətta buradakı itlərdən birinin quduz olması iddia edilir. Çox təhlükəli itdir. İnsanlar qəbirsə gələ bilmir, məzarlığa gəlib ziyarət edə bilmir. Çox təhlükə yaradır. Quduzlaşmış it kimidir, belə necə deyim, insana hücum çəkir. Burada hələ hər kəsin əlində ağacdır qəbristanlıqda. İtlərin əlindən qardaş. Qoymurlar o yan bir yan keçək. Az qalıb birinin burada dişləyib, bir qəbir üstünə gələn olub. Qolların zadını çeynəmişdi. Sarı itdi bir dənə yekə. Problemlə bağlı Sabunçu rayon icra hakimiyyətinə və Bakıxanov bələdiyyəsinə sorğu ünvanladıq. Məlum oldu ki, söz gedən qəbristanlığa heç bir qurum nəzarət etmir. Təxminən bir neçə nəfər orada göstərir. Çox hissəsiz hücum edirlər vətəndaşlara. 3-4 nəfər hücum edirlər. Sabunçu rayon icra hakimiyyətindən o da bildirildi ki, qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə sahibsiz heyvanlara qayğı mərkəzinə məlumat verilib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.